İkinci məsələ var mı? İkinci məsələ bundan ibarət ki, siz burada istənilən suala cavab verməyə bilərsiniz, susmaqdan istifadə edə bilərsiniz. Bu da istəniləyində şərh olmayacaq. Aydındır, verilən suallara cavab verməmək və yaxud da verdiyin sualları sonradan dəqiqləşdirə bilərsiniz. Bunlar da sizin hüquqlarınızdır. Aydın istədiklərin, yəni susma hüququnuz var, ən əsas hüququnuz bu sizin yanınızda şərh olmayacaq, siz danışmaq siz çox gözəl ifadə versəniz də öz sinəyinizdə şərh olmayacaq. Dediklərim sahibi olduğu mənim bir dənə sualım var. Suala tanıdım. Birdən birə 5-ci sinifə kitab oxuya bildi. Bu mərhəli o ittihamı elan etmək olur. Həmin ittihamda özünüzü təqsir edirsiniz, yoxsa? Xeyr, əsla. Əsla təqsir edirsiniz. Tərəflər, mən sübutlar tədqiqatını bildirin, yəni. Dərgi fidəlik dövrdə təqsirləndirilirsən, sonra şərtlər bildirilsin, sonra istəqlal sənətə tətbiq olsun. Ay, tamam, prokuror deyir, cavab etdirilsin. Deməli, biz qərara gəldik ki, sizin ifadələrinə başlayaq. Buyurun, səhvə ifadənizi verin, vaxtın qənaətlə və lüzumsuz uzaqlanın. İki nəfərə mən çətirlərəm. Məhkəməyə Həmkarlarım və anam baxıram, üzrü tuturam sizə. Buyurun. Anacan, sən mənə necə tərbiyə vermisənsə, o tərbiyə ilə də yaşayıram.